Hər kəsə salam, əziz dinləyicilər. Bugünkü epizodumuza xoş gəlmisiniz. Sezon 3, epizod 2-dir və bugünkü buraxılışımızda mən sizinlə birlikdə yenidən Kamran Hasiloviç studiyadayam. Buraxılışımızın həqiqətən çox maraqlı bir mövzusu var və maraqlı konteksti var. Mövzumuz ümumilikdə Telegram spoofing adlanır, amma biz sizinlə bu mövzuya giriş etməzdən əvvəl bir misal paylaşacağıq, bir tekst paylaşacağıq. Heç siz buna bənzər bir mesaj almısınızmı əvvəllər, xüsusən Telegram və yaxud da digər mesajlaşma applikasiyalarından? Mesaj belə buna bənzəyir. Salam, mən sənin şəklini bu veb-saytda gördüm və arxasınca da bir link gəlir. Bir şübhəli bir link gəlir onun ardınca. Heç bu cür linklərə klikləmisinizmi? Bu mesajın sizin dostunuzdan və yaxud da ailə üzvünüzdən gələ biləcəyini düşünmüsünüzmü? Nə düşünürsünüz bu mesaj haqqında? İlk öncə bu sualla başlamaq istəyirəm. Və bu cür qəribə Telegram mesajlarını əldə etməzdən əvvəl siz nə edirsiniz? Bu kimi mesajlarla qarşılaşarkən nə düşünürsünüz, nə hiss edirsiniz? Maraqlısı budur ki, bu cür mesajlar adətən sizin yaxınlarınızdan və yaxud da sizin kontaktınızda olan bir insandan gələ bilər və bu bizim də bu yaxınlarda başımıza gələn bir hadisəyə əsaslanır, gerçək bir hadisəyə əsaslanır. Adətən bu şəxslər sizin kontaktınızda olan bir belə deyək, şəxsin telefonunun adətən bu spoofing metodu sizin kontaktınızda olan bir şəxsin adından sizə mesaj kimi görünür və onun arxasınca bir link gəlir və sizi o linkə klikləmənizi belə deyək, prompt eləyir. Sizin o linkə klikləmənizi təşviq edir. Ümumiyyətlə bu cür mesajların mənşəyi, bugünkü mövzumuzda bu cür mesajların mənşəyini biz müzakirə edəcəyik və həmin o linklərin formatlarını danışacağıq. Hansı cür linkləri görəndə buna klikləməməlisiniz və ikinci dəfə düşünməlisiniz. Və necə bu cür linklər yaradılır, mənşələri nədir? Həmçinin Telegram istifadəçisi olmayan hətta istifadəçilərdən belə telefonları əgər kontaktındakı biri Telegram istifadəçisidirsə və yaxud telefonu kompromisə uğrayıbsa, bu halda belə sizin həmin bu mesajları qəbul etmə ehtimalınız var və bu insanlar belə deyək, Telegram istifadəçisi olmasalar belə, yenidən təkrar edirəm, bu cür fake mesajları və spoofing dediyimiz bu mesajları qəbul etmə ehtimalınız var. Biz indi detallara girəcəyik və linki biz analiz edəcəyik sizinlə birlikdə. Amma gəlin ilk öncə başlayaq. Bu kimi belə deyək, şübhəli linklər nəyə bənzəyir? Adətən bu linklərin özlərinin özünə məxsus dizaynları olur və bunlar müxtəlif üçüncü tərəf müqabili şirkətlərin təklif etdiyi və yaxud da veb-saytların təklif etdiyi domen yaratma xidmətlərindən istifadə edilərək yaradılır və bunlara misal olaraq, yəni bizim gördüyümüz bu misalda, bizim hekayəmizin misalında bu domen HTTP, yəni HTTP və S-siz olanı, yəni güvənli olmayan veb-sayt domeni olan HTTP 2.//10142.eu.cc, yəni cc və bir daha da slash və onun arxasınca da random bir ixtiyari rəqəmlər və hərflərin kombinasiyası gəlir. Bu cür eu.cc olan, xüsusən də onun öncəsində rəqəmlər varsa, bu adətən istifadə olunmayan və normalda top level domen kimi görünən, yəni məşhur bir domen kimi görünən, adında EU istifadə olunan, yəni Avropa İttifaqının ingiliscə adı olan European Union adından istifadə edərək bunun arxasınca CC, yəni CC domeni gəlir və bu normalda istifadə olunmayan bir domendir və görülməyən bir domendir. Adətən zərərli yazılımların və zərərli veb-saytların, hakerlərin və yaxud da digər mənfi belə deyək, bu sahədə mənfi niyyətli aktyorların istifadə etdiyi veb-saytlardan gələn bir domendir və onun arxasınca gələn ixtiyari o hərf və rəqəm kombinasiyaları da adətən avtomasiya olunmuş yaradan bu veb-sayt xidmətlərindən yaradıldığını göstərir. Yəni bunlar çox zaman avtomatlaşdırılmış proseslərin nəticəsində yaranan veb-saytlardır, linklərdir. Bunlar insan əməyi ilə və yaxud da insan normalda supervisor adı altında, insan nəzarəti altında yaradılmamış linklərdir. Və heç bir brendi xatırlatmırsa, heç bir qurumu xatırlatmırsa bizə, bu adətən göstərir ki, bu cür linklər zərərli yazılım ehtiva edir öz içərilərində. Normalda bu cür linklərin avtomatlaşdırılmasının səbəbləri isə odur ki, sürətlə dəyişən bu spam filtrlərindən qaçmağın yollarından biridir. Adətən domenlər spam filtrlərindən keçərək ortaya çıxır və yaxud da sizin e-mail adresinizə gələn e-maillər normalda spam filtrlərindən keçir. Amma bu cür tez-tez dəyişən linklər bizə icazə verir ki, daha doğrusu bu zərərli yazılımı yaradan insanlara icazə verir ki, bu cür spam filtrlərindən yayına bilsinlər.
Və bu domen belə deyək spoofing prosesi yarı legitim görünmək üçün həmin bu linkləri daha çox biraz da olsun inandırıcı etmək üçün və müəyyən bir kütləni inandırmaq üçün hesablanmışdı. Çox insan inanmasa belə müəyyən bir qədər insan o EU yazısını görərək və yaxud da başqa bir orada kodun içində hansısa bir yazını görərək və yaxud da yəni bir çoxumuz sosial mediaya şəkil yüklürük və mən sənin şəklini bu saytda gördüm adlı bir belə deyək qarmaq ataraq bu tələyə bizi salmağa çalışırlar və bu cür cümlələr adətən bir çox insanı o linkə klikləməyə vadar edir. Çünki bizə maraqlı gəlir təbii olaraq ki, görəsən bu hansı saytdır ki, mənim şəklim orada paylaşılıb və s. və s. Yəni bu insanın o özəlliyini belə deyək istismar etməklə bu link işləyir. Maraqlısı budur ki, bəzən olur ki, Telegram istifadəçisi olmayan istifadəçilərdən də bu link gələ bilər, bu mesajlar gələ bilər. Siz görə bilərsiniz ki, sizin dostunuzun adı orada çıxıb və sizə bir notification gəlib, sizə bir bildiriş gəlib ki, bu bayaq dediyim mesajı öz içində ehtiva edir və siz düşünürsünüz ki, bu insan görəsən bu Telegram istifadəçisidirmi yoxsa deyil? Bu sual ortaya çıxır və bəzi zaman ola bilər ki, bu mesaj gələn şəxs Telegram istifadəçisi olmaya bilər və yaxud da digər applikasiyalar. Həmin o applikasiyanın istifadəçisi olmaya bilər. Bəs bu necə baş verir? Bu adətən bayaq dediyimiz bu sözün izahını verəcəm. Bu adətən spoofing zamanı baş verir. Bu contact spoofing dediyimiz kontakt oğurluğu deyək buna. Bu belə deyək, legitim istifadəçilərin adından və yaxud da onların nömrəsini istifadə edərək başqa bir insan tərəfindən o insan kimi özünü göstərmək, belə deyək, kamuflyaj olunma, virtual kamuflyaj deyə bilərik. Həmin bu hücum edən belə deyək, mobil devicelara və yaxud da veb saytlara hücum edən və yaxud da onların adından istifadə edən bu insanlar, bu mənfi niyyətli insanlar adətən data bazalardan, sızdırılmış data bazalardan bu nömrələri götürə bilərlər. Bir çox hallarda müəyyən belə deyək, yazılım xətası olan bir proqram yüklədikdə biz öz telefonlarımıza, kompüterlərimizə və yaxud da başqa bir formada bu cür linklərə kliklədiyimizdə adətən bizim belə deyək, nömrələrimiz, telefon nömrələrimiz bu cür data bazalara düşə bilər. Və bu cür data bazalara düşdükdən sonra artıq bunların kim tərəfindən istifadə olunduğunu biz idarə edə bilmirik və bu cür data bazalardan əgər gəlirsə bu nömrə, həmin bu dediyimiz şəxsin nömrəsi, bu halda rahatlıqla həmin bu belə deyək, mənfi aktyorlar bu nömrəni götürərək istifadə edə bilirlər onu, sizin o dostunuzun və yaxud da ailə üzvünüzün adından. Yəni ki, dolayısıyla sizin dostunuzun Telegram hesabının olması gərəkmir, əgər onun nömrəsi istifadə olunacaqsa. Yəni bu sırf nömrə ilə bağlı bir şeydir, nəinki həmin bu applikasiyada yaradılmış hesabla bağlı bir şeydir. Əgər həmin o dostunuzun nömrəsini bilən bir insandırsa, bu hücum edən insan və yaxud da bu hacker deyək, o nömrəni bilməsi belə kifayətdir. Çünki o nömrəni istifadə edərək belə o insan Telegram akkauntunu yarada bilər və o insanın adını, həmin o dostunuzun, şəxsin adını yenidən istifadə etmiş ola bilər. Yəni bu da bir ehtimallar silsiləsindədir. Nadir baş verir, amma bu da belə deyək, ehtimallar içindədir. Və yaxud da bu ola bilər ki, məsələn, kontaktlar Telegrama sinxronizasiya olubsa, bu halda da Telegram avtomatik olaraq, default olaraq telefon nömrələrini sinxronizasiya edir Telegrama və əgər hər hansısa bir bu listin içində hər hansısa bir kontakt kompromisə uğrayıbsa və yaxud da hakerlər tərəfindən belə deyək, access olunubsa, əl çatımlılığı varsa, bu zaman spam mesajları həmin bu match olunmuş telefon nömrəsinin qarşısında çıxa bilər. Yəni bu da ehtimallar arasındadır. Və yaxud da dördüncü ehtimal da budur ki, hər hansısa bir bot belə deyək, ortaq kontaktları target eləmiş ola bilər, yəni hədəf almış ola bilər. Adətən skamerlər bir şəxsdənsə bir neçə şəxsə və yaxud da networklərə, yəni şəbəkələrə belə deyək, target edirlər, özlərini hədəf tuturlar, hədəf halına gətirirlər. Buna görə də bir əgər kontakt kompromisə uğrayıbsa, bu deməkdir ki, həmin bu kompromisə uğramış kontakt avtomatik olaraq elə bir yazılım orada yazılmış ola bilər ki, bu spamı həmin o kontakt listində olan hər kəsə göndərmiş ola bilər. Sanki bir şəbəkə effekti vermiş ola bilər. Link nə edə bilər? Gəlin bundan danışaq. Link özlüyündə zərərli olmasının bir neçə səbəbi var. Adətən bu cür linklər bizi belə deyək login səhifələrinə yönəldir. Məsələn, fake
şəkildə yaradılmış bir veb sayta, Telegram, WhatsApp, Facebook və yaxud da bank veb saytına yönəldə bilər və bu sign in dediyimiz giriş səhifələri sizdən login kredensiallarınızı götürmüş ola bilər. Yəni soruşmuş ola bilər. Yəni ki, burada e-mailiniz və yaxud da parolunuz daxildir. Bu veb saytlar bəzən o qədər gerçək veb saytların alternativinə belə deyək, bunlar gerçək veb saytların alternatividir, amma o qədər bənzər düzəldilir ki, bənzər hazırlanır ki, bir çox halda, yəni bir çox halda deməyim də, bəzi insanlar buna inanmır, amma kiçik bir insan kütləsi buna inansa, bu yetir ki, o cür hakerlər bundan böyük bir sürətdə yararlansınlar və yaxud da gəlir götürsünlər və yaxud da başqa digər mənfi, belə deyək, neqativ ssenariolar düşünə bilərik, hansı ki, burada şantaj da ola bilər bunun içində və o ransom dediyimiz müxtəlif növ belə deyək gəlir modelləri bunun üzərinə qura bilərlər. Sizin parolunuzu götürərək sizdən belə deyək müəyyən məbləğ qarşılığında o parolu geri qaytarmaq kimi ssenariolar. Digər bir şey isə sizdən 2 faktorlu authentication kodlarını, yəni 2 faktorlu təsdiqləmə kodlarını sizdən götürmək istəyi ola bilər. Bu da, yəni bu ssenariolar daxilindədir. Digər bir şey isə bu zərərli yazılım və yaxud da APK yükləməyə, sizin bu müxtəlif proqramlar yükləməyə və yaxud da yazılımlar yükləməyə sizi təşviq edə bilər. Xüsusən də bu Android cihazlarında daha çox məşhurdur. Hansı ki, bu security update deyilən güvənlik önləməsi, güvənlik yenilənməsi proqramları və yaxud da video player proqramlarını yükləməyi sizdən təşviq edə bilər və siz o linkə klikləyərək zərərli yazılım əslində Troyan atı kimidir. Sanki başqa adla, amma əslində öz əsl niyyətini gizlədərək o proqram sizin telefonunuzda var ola bilər və uzun aylar, uzun illər ərzində sizin gözünüzdən qaçmış ola bilər bununla da. Və yaxud da bunun digər bir ssenariosu isə credential harvesting dediyimiz, yəni bəzi belə deyək pis niyyətli səhifələr adətən sizdən kukilərinizi götürməyə və yaxud da tokenlərinizi götürməyə çalışa bilər. Hansı ki, siz brauzerinizi açıq qoyduqda müəyyən bir müddət bu kukilər arxa planda işləməyə başlayır və bu səhifələr bu belə deyək müəyyən boşluqlardan istifadə edərək, müəyyən yazılımların zəif tərəflərindən istifadə edərək bu kimi belə deyək boşluqları bu boşluqlardan yararlana bilərlər öz faydalarına. Bu kimi mesajlar necə göndərilir adətən? Bu cür mesajlar bayaq biz qeyd etdiyimiz kimi, əslində bu mövzuda biz əvvəlki epizodlarımızın birində toxunmuşduq. Hansı ki, bu linklərə biz toxunmamağınızı, klikləməməyinizi sizə tövsiyə etmişdik və necə müəyyən seqment əhalinin, müəyyən seqment insanların bu cür belə deyək oyunlarla hədəfləndiyini biz danışmışdıq. Amma burada daha çox biz texniki detallara gedirik və addım-addım sizə danışırıq ki, məsələn, bu xüsusən Telegram aplikasiyasında daha çox görülür bu kimi şeylər. Yəni bu cür mesajlar necə göndərilir? Bayaq dediyimiz kimi, yəni bundan danışaq. Adətən dediyimiz, izah etdiyimiz kimi sizin Telegram listinizdə, Telegram kontaktlarınızdan hər hansısa bir akkaunt, hər hansısa bir hesab kompromisə uğramış olur. Yəni hakerlər tərəfindən ələ keçirilmiş olur. Bu bizim tanıdığımız hər hansısa bir insan hakerlər tərəfindən kompromisə uğrayıbsa, əgər bu həmin bu şəxs, yəni hücum etmiş şəxs spamlar göndərməyə başlayır. Onların sinxronizasiya olunmuş, yəni kontaktında olan şəxslərə, belə deyək. Digər bir şey ola bilər ki, əgər dostunuz və yaxud da ailə üzvünüz öz nömrəsini dəyişibsə bu yaxınlarda və yaxud da yeni bir sim kart alıbsa, yeni hansısa bir sim kartla bağlı problemlər yaşayırsa, bu şəxslər, hücum edən şəxslər həmin bu nömrəni mesaj akkauntlarına recycle edə bilər. Yəni yenidən bu nömrəni aktivə edə bilərlər bu yolla. Bu biraz daha texniki bir şeydir. Number reassignment deyilir buna və bu hələ ki bugünkü mövzumuz deyil, amma bu yollarla hakerlər bu kimi metodlardan istifadə edərək hesablarınıza əlçatımlılığı əldə edə bilirlər. Databazalara linklər də başqa bir ssenariodur burada. Hansı ki, bu belə deyək, mənfi niyyətli aktyorlar bu phone number list, yəni bir neçə belə deyək nömrələrin listi var. Həmin bu sızdırılmış databazalardan bu nömrə listlərini götürürlər və onlara spam göndərməklə məşğul olurlar və adları dəyişdirərək, spoof eləyərək başqa bir addan yazırmış kimi və yaxud da başqa bir nömrədən, başqa bir adresdən yazırmış kimi sizə çatmağa çalışa bilərlər. Və yaxud da
bot hesablar da ola bilər bu. Yəni süni intellektin bu dəqiqə o qədər inkişaf edib ki, bu kimi bütün bu prosesləri artıq heç bir insan inputu olmadan, heç bir insan köməyi olmadan da rahatlıqla eləmək olar və botlar hər hansısa bir sizin kontaktınızda save olunmuş, yaddaşda saxlanılmış bir adı rahatlıqla oraya yerləşdirə bilərlər və göstərə bilərlər. Yəni bu çox asan bir şeydir. Heç də çətin bir şey deyil. Ən önəmli mövzulardan biri olan, indi bütün bunları danışdıq, bəs özümüzü necə qoruyaq? Özümüzü necə müdafiə edək bu kimi təhdidlərdən və bu müasir alətlərimizin, müasir gadgetlərimizin bizə təqdim etdiyi bu kimi risklərdən biz özümüzü necə qoruyacağıq? Ən önəmlisi bunu biz əvvəlki mövzularımızda da ümumiyyətlə Tech Week-də biz bu kontenti ümumiyyətlə biz cover eləmişik. Bu mövzuda çox müzakirə etmişik. İlk öncə bu linklərə klikləməməkdir. Ən böyük problem bu linklərə klik edərkən baş verir. Çünki siz linkə kliklədiyiniz anda artıq sizin telefonunuz və yaxud da device'ınız, kompüteriniz, laptopunuz bu linklərin prosedurlarına açıq hala gəlir. Siz özünüz sanki o Troyan atını öz qala divarlarınızın daxilinə almış olursunuz və öz qala divarlarınızı belə deyək, öz müdafiənizi yerlə bir etmiş olursunuz. Ona görə ilk öncə bu linklərin və yaxud da saytların açılmamasına diqqət edirik. Çünki saytları açarkən bu cür skriptlərin, bu cür kodların işə düşməsinə səbəb oluruq. Digər bir məsələ isə report eləmək olur. Hər bir digər növbəti addım bu cür mesajları və bu cür akkauntları mümkün olduğu qədər Telegrama, WhatsApp-a, Facebook-a, yəni Meta-ya report eləməkdir, bunları bildirməkdir. Bunları bildirərkən siz həmin bu şirkətlərin düzdür, nə qədər effektiv yolla onlar bu kimi şeylərlə mübarizə aparır, bu sual altındadır, amma ən azından report eləyərək siz o şirkətlərin bu cür listləri olur adətən və bu listlərə o kontaktların, bu nömrələrin və yaxud da bu linklərin düşməsinə səbəb olursunuz. Düzdür, onlar yenə də o linki dəyişəcəklər və başqa insanlara hədəf tutacaqlar, amma ən azından siz özünüzü biraz da olsa müdafiə eləmiş olursunuz və bu belə deyək aktivizmə qoşulursunuz. Çünki hər kəs əgər bunları report eləyərsə, hər kəs bunları bildirərsə, ən azından bu linklərin sayı artar və onlar da daha çox çətinlik çəkərlər. Bu hücumları eləyən şəxslər daha çox çətinlik çəkərlər yeni link yaratmağa. Və bu cür, yəni WhatsApp-da da var bu, digər mesaj applikasiyalarında da var bu cür reporting alətləri. Yəni bunu istifadə edə bilərsiniz. Çox faydalı bir üsuldur. Digər bir şey isə, digər bir addım isə öz hesabımızı müdafiə altına almaq və öz hesabımızı maksimum dərəcədə bu cür zərərli yazılımlardan və yaxud da zərərli akseslərdən qorumaqdır. Bunun ən önəmlisi 2 faktorlu təsdiqləmədir. Biz bunu danışmışıq əvvəlki mövzularımızda da. Bütün mesaj platformalarında demək olar ki, bu var. Bütün applikasiyalarda bu 2 faktorlu belə deyək, 2 addımlı təsdiqləmə prosesi var. Bunu nömrə ilə bağlaya bilərsiniz, bunu e-mail ilə bağlaya bilərsiniz, bunu zamanla dəyişən bu 10 saniyəlik dəyişən kodlarla da bağlaya bilərsiniz. Bunu hər cür metodla bağlaya bilərsiniz. Əsas odur ki, orada 2 və yaxud da 3 faktor olsun. Hətta bunu üz və yaxud da barmaq belə deyək, skan ilə də rahatlıqla güvən altına ala bilərsiniz. Və yaxud da bir digər bir metod isə bunu əslində hamısını bir yerdə də eləyə bilərsiniz, bir neçəsini də eləyə bilərsiniz və yaxud da birini də eləyə bilərsiniz. Nə qədər çox, o qədər yaxşı. Aktiv sessiyalar olur. Məsələn, siz nə qədər çox device-dan, nə qədər çox cihazdan bir sosial media hesabına daxil olursunuzsa, o cihazlar save olmuş olur. Yəni o cihazlar yaddaşda qalmış olur və dolayısıyla da o cihaza sonra nə olduğunu bilmirik. Məsələn, o cihaz əgər xarab olarsa, siz hələ də o cihaz tərəfindən belə deyək, sanki əlçatımlılıq orada qalır. Mümkün olduğu qədər əgər bir cihazı istifadə etmirsinizsə və yaxud da başqa bir telefon alıb yeni cihaza keçmisinizsə, o köhnə cihazı bütün sosial media hesablarınızdan log out eləməniz tövsiyə olunur və yaxud da bilinməyən orada bir cihaz görünürsə, mümkün olduğu qədər 1 aydan bir və yaxud da 3 aydan bir o səhifəni nəzərdən keçirərək orada hansısa bir bilinməyən cihazın olub-olmadığını yoxlaya bilərsiniz. Əgər orada bilinməyən bir cihaz varsa, mütləq şəkildə onu sessiyadan çıxarmaq və log out eləmək tövsiyə olunur. Son olaraq isə dostunuzdan soruşa bilərsiniz ki, sizə bu mesajı göndərən dostunuzdan soruşa bilərsiniz ki, əgər kimsə onun nömrəsinə bir SMS mesaj göndəribmi və yaxud da bu yaxınlarda hansısa bir formada bir linkə, bilinməyən bir linkə klikləyibmi, yeni bir proqram yükləyibmi və yaxud da sim kartını dəyişibmi? Yəni bu kimi suallar verərək bu mövzunu onu bildirmədən sanki belə aydınlaşdıra bilərsiniz. Bu da faydalı bir metoddur.
Praktiki belə bir məsləhətlər, yəni bu cür texniki məsləhətlər verəndən sonra biraz praktiki məsləhətlər də verə bilərik biz sizə, əziz dinləyicilər. Həmişə ümumiyyətlə link qəbul edərkən bu linkin domenini yoxlamağı unutmayın. Yəni bu linkin sonunu yoxlayın, bu linkin əvvəlini yoxlayın. Bu linki gözləyirdinizmi? Yəni özünüzə soruşun ki, mən belə bir şey gözləyirdimmi? Yəni əgər bankla bir işiniz yox idisə son 3-4 gündə, nəyə görə məsələn mən bankdan bir mesaj alıram? Yəni bunu özünüzə sorğulayın. Və yaxud da hər hansısa bir təcili bir işiniz yoxdursa, mən nəyə görə məsələn bilinməyən bir şirkət nömrəsindən zəng alıram və yaxud da ev telefonundan zəng alıram. Yəni bunu düşünün və hər hansısa bir təcili bir şey olarsa unutmayın ki, sizə həmin o şəxs təkcə telefonla yox, bir neçə saat sonra başqa bir tərəfdən də o insan sizinlə əlaqə saxlayacaqdır. Əgər həqiqətən təcilidirsə, yoxsa sadəcə bir telefon zəngidirsə və yaxud da sadəcə bir mesajdırsa, bunu biraz şübhə altına almanızı tövsiyə edərdik. Çünki müasir dövrdə o qədər yollar var ki, sizin telefonunuzu bu cür mənfi niyyətli aktyorların ələ keçirməsinin o qədər yüzlərlə yolu var ki, bizim üzərimizə düşən ən yaxşı müdafiə mexanizmi bir qədər şübhəci yanaşmaqdır hər şeyə. Digər bir məsələ isə əgər mesajın kontentinin bu göndərən şəxsin davranışı ilə normal belə deyək, adətən sizinlə yazışma tərzi ilə uyğun gəlmirsə, burada biraz şübhəci olmağın yenə də faydası var. Üçüncü bir praktiki tövsiyə ola bilər ki, antivirus proqramlarından istifadə etmək və yaxud da link skan edən toollardan istifadə etməkdir. Müasir dövrdür, süni intellekt hər yerdədir. Bunu rahatlıqla yazıb soruşa bilərsiniz istənilən süni intellekt chatbotundan ki, məsələn bu cür antivirus və yaxud da faydalı bir link skan edən alətlər nələrdir, onların hansılarını istifadə edə bilərəm və s. və s. Pulsuz versiyaları da var, yəni hər yerdə. Əgər mesaj, bu çox önəmlidir. Dördüncü məqam budur ki, əgər mesajda bir təcillilik, bir həyəcan siqnalı, bir necə deyim, qorxu, nə bilim, buna 100% klikləməlisən. Bu bax gör nə danışıldı orada, bax sənin şəklin yayıldı falan. O cür şeylər adətən skam olur. Yəni heç kim sizin sevdiyiniz heç vaxt sizinlə belə bu cür yəni danışmır normalda. Və bu cür belə deyək, təcillilik, bu cür həyəcan siqnalı və yaxud da qorxu elementi varsa bu mesajın içində bir qədər bir addım geri çəkilin və soruşun özünüzə soyuq başla ki, bu görəsən nəsə bir skam ola bilərmi? Görəsən mənim klikləməyimə, mənim duyğularımın istismarına işarə ola bilərmi ki, mən qorxum və yaxud da həyəcanlanım və klikləyim. Anında düşünə bilməyim və klikləyim. Yəni bunu adətən bu bank nömrələrinə zəng edən fırıldaqçılar da istifadə edir bu taktikanı və sizin doğmalarınızın və yaxud da yaxınınızın səsi ilə və yaxud da onun belə deyək, adı ilə sizə zəng edib deyirlər ki, məsələn, mənim banka borcum var və yaxud da mənə zəng gəldi, pis vəziyyətdə, yəni təcili olaraq mənə bu pulu göndər və yaxud da bu məbləği göndər. Yəni adətən bu cür sizin düşünmənizə, sizin 15 dəqiqə hətta belə zaman ayırıb bunu soyuq başla düşünməyinizə əngəl olursa bu proses, o deməkdir ki, böyük ehtimal bu skamdır. Yəni bu cür şübhəli yanaşmaqda və ayıq başla məntiqi düşünməkdə çox-çox fayda var. Çox diqqətli olmanızı və safe qalmanızı bu cür mühitlərdə ayıq başlı olmanızı sizdən tövsiyə edirik. Belə, əziz dostlar, gəlin yavaş-yavaş bugünkü mövzunu bağlayaq və toparlayaq mövzumuzu ki, nələrdən danışdıq. Bir çox hallarda belə deyək, biz elə düşünürük ki, bizə gələn nömrələr, bizə gələn mesajlar adətən bu yazılan nömrədəndir və yaxud da o yazılan şəxsdən gəlir o mesaj. Amma bəzən bu belə olmaya bilər. Çünki sizə gələn hansısa bir zəngin, o gördüyünüz o nömrə çox asanlıqla dəyişdirilə bilər. Məsələn, sizə əgər tutaq ki, Amerikadan bir zəng gəlirsə +1 ilə və yaxud da Kanadadan zəng gəlirsə, bu böyük, yəni ola bilər ki, bu nömrə elə Azərbaycanlının biridir. Məsələn, sizə Kanada nömrəsinə zəng edir. Yəni bunu etmək o qədər asandır ki, bugünkü dövrümüzdə bunu etməyə o qədər alətlər var ki, bu hər şeyə daxildir. Məsələn, əgər siz Azərbaycan nömrəsindən bir zəng alırsınızsa, bu ola bilər ki, həmin o şəxs Nigeriyada yaşayır və sizə Azərbaycan nömrəsindən o applikasiyadan istifadə edərək sizə Azərbaycan nömrəsindən istifadə edərək sizi hər hansısa bir formada skam eləməyə hazırlaşır. Bu planı qurubdur. Yəni nömrədən gələn o zəng, o nömrənin göründüyü, belə deyək, zəng gələn nömrə o nömrə olmaya bilər və yaxud da zəng gələn o şəxs olmaya bilər. O bankdan gələn mesaj o bank olmaya bilər. Yəni çox rahatlıqla bunu dəyişmək mümkündür və bu spoofing adlanır. Bugünkü öyrəndiyimiz söz budur ki, bu spoofing, yəni zəng gələn, mesaj göndərən insanın öz identifikasiyasını, öz şəxsiyyətini gizlətməsi, öz belə deyək, kredensiallarını gizlətməsinə verilən addır. Adətən öz dostlarınızı və yaxud da ailə üzvlərinizi bu barədə bilgiləndirmək effektivdir və
bu kimi belə deyək update-lərə, bu kimi yeniliklərə qulaq vermək və bu cür təhdidlərdən, risklərdən agah olmaq çox əhəmilidir. Və normalda da məsələn applikasiyalarımızı güncəlləmək də fayda verir. Çünki bəzən ola bilər ki, applikasiyaların daxilində hər hansısa bir yazılım xətasından da ola bilər bu kimi şeylər. Yazılım xətası nəticəsində müəyyən bir açıqlar yaranır və o açıqlardan istifadə edə bilir. Çox belə deyək, advanced səviyyəli belə deyək, ultra güclü səviyyəli bir hakerdirsə, onlardan belə istifadə edə bilər. Ona görə mümkün qədər, yəni bu barədə update-lərə qulaq asmaq, bu barədə agah olmaq, ən azından bizim podkasta qulaq asmaq sizə fayda verə bilər. Və yeni epizodda biz bu mövzuları istəsəz daha da detallı danışa bilərik. Bu barədə oxşar mövzulara daxil ola bilərik. Amma bu günlük bu qədər, əziz dostlar. Əziz dinləyicilər, Techweek-lə qalmağı unutmayın. Kommentlərdə və yaxud da YouTube-dakı kommentlərdə və yaxud da Spotify-dakı kommentlərdə aktiv şəkildə iştirak etməyi, bizi dinləyərək bəyənməyi və dostlarınızla, yaxınlarınızla paylaşmağı unutmayın. Bu bizim işimizə çox dəstək olur və insanların bu barədə agah olmasına, biliklənməsinə, maariflənməsinə qatqı sağlamış olur, qatqı vermiş olur. Çox sağ olun və sağlıqla qalın, Techweek-lə qalın. Hələlik növbəti epizodlarda görüşərik.